Məclisimiz öz gözəlliyi ilə davam edir və bugünkü məclisimizdə İsmət qardaşımızın iş yoldaşları iştirak edir. Böyük məmnuniyyətlə Elvin Xəyyam Vüsal qardaşımızı dəvət edirik musiqili meydanımıza. Şeirlərimin birində deyirəm ki, şad günündə, dar günündə çağır məni gəlim dostum. Şərik olum hər qəminə, sevincinə gülüm dostum. Verim afar ürəyimi, sinəmdəki ürəyimi, bircə tikə çörəyimi səninlə təm bölüm dostum. Uzaq olsun bəla səndən, kend dolansın gəda səndən, gileylənsə yada səndən, qurusun bu dilim dostum. Xəyal sənsiz olmaz aram, sən varsansa mən də varam, üzülərsə yaşamaram, əllərimdən əlim dostum, eşq olsun sizin kimi dəyərli dostlara, qardaşlara, hər biriniz xoş gəlmişsiniz. Elimizə, obamıza həmişə belə gözəl günlərə gələsiniz inşallah. Evlatlarımız varsa Allah Taala evlatlarımıza gözəl günlər qismət eləsin. Subaysızsa inşallah sizlərin toyunda. Buyurun söz sizindir.